Bəli, faşizm üzərində qələbənin 80-ci il dönümü Muxtar Respublikada da qeyd olunur. Dünyanın ən qanlı savaşlarından sayılan İkinci Dünya müharibəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi Muxtar Respublikadan da insanlar iştirak ediblər. Qeyd etmək istəyirəm ki, müharibənin getdiyi illərdə təxminən 30 mindən çox qız və oğlan cəbhəyə yollanıb, onlardan 15.500-ü müharibənin getdiyi ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olublar. Qeyd etmək istəyirəm ki, Naxçıvanın döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla, bir nəfəri şərəf ordeninin hər 3 dərəcəsi ilə, 3 nəfəri isə keçmiş SSR-nin belə desək, fəxri tituluna, yəni Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Biz isə hazırda Azərbaycanlı alim və ictimai xadim, kimyaçı Yusif Məmmədəliyevin ev muzeyindən canlı bağlantıya çıxırıq. Əlbəttə ki, yer seçimi təsadüfi deyil. Hazırda operatorumuz sizə kadrları təqdim edir. Məhz bu kiçik şəhərdə anadan olmuş Yusif Məmmədəliyev İkinci Dünya müharibəsi zamanı Sovet ordusu üçün həyati əhəmiyyət daşıyan elmi yeniliklərə imza atıb. Onun neftdən yüksək keyfiyyətli aviasiya benzini və sürtgü yağlarının alınması sahəsində apardığı tədqiqatlar cəbhədə texnikanın fasiləsiz işlənməsinə, nəticədə isə qələbəyə töhfə verib. O, təkcə döyüş meydanında deyil, elm cəbhəsində də qəhrəmanlıq göstərmiş Azərbaycanlı alimlərdən biridir. Hazırda Yusif Məmmədəliyevin ev muzeyindəki eksponatları təqdim edirik. Bu eksponatlardan çoxu məhz Yusif Məmmədəliyevin özünə, ailəsinə aid eksponatlardır. Bəli, qeyd etmək istəyirəm ki, bir daha vurgulamaq istəyirəm ki, faşizm üzərində qələbənin 80-ci il dönümü Muxtar Respublikada da qeyd olunur. Biz isə sizinlə canlı bağlantıya məhz Ordubad rayonundan çıxdıq. Mənim Naxçıvandan, Ordubaddan verəcəyim məlumatlar bunlar idi. Buyurun, söz sizdədir.